Keçən səfər atam yine evindən vlog paylaşanda hamı yazdı ki, evə gələndən sonra bu rahatçılığın olmayacaq, belə gedib ata evində rahat istirahət eləyə bilməyəcəksən. Rayondakı evimizdir ki, mən o evdə öz rahatçılığımı tapıram, rahat yuxumu yata bilirəm, yemək yeməkdən doymuram, hər şey o qədər mənə xoş gəlir, o qədər ləzzət eləyir ki, dəhşətli dərəcə və bu anları, bu hissləri həyatda heç bir şey inanıram ki, əvəz eləməz. Və bu vlog əslində çox öncədən çəkmişəm. Biz burada Perdə ziyarətə getmişdik. Yaradonda salmışam. Sonra gəlirik evdə də. Biz evdə birlikdə olanda ailəmizlə ancaq yeyirik, içirik, hazırlaşırıq. Hər səhərlər atamın smavar qaynatması, mamamla birlikdə yemək bişirib bizi yuxudan durğuzması, lap belə uşaqlıq illərimizdə aparır bizi. Bəs qızlar, siz nə fikirləşirsiniz? Siz də elə düşünənlərdənsinizmi ki, evə gələndən sonra hər şey fərqli olacaq? Amma mən nədənsə inanmıram və mən düşünürəm ki, insan ürəyini icətsə, özünü icətsə qarşısına elə insanlar çıxır. Min şükür, çox şükür mənim anam çox yaxşı gəlin olub, həm də öz baldızlarına da çox yaxşı qardaş arvadı olub. Mən inanıram ki, ən azı anam kimi gözəl bir gəlin qismət olacaq və problem yaşamayacaq biz.